Soy Production'ın təqdimatında Baksel'in baş sponsorluğu ilə 3 bacı serialı başladı. Sponsorlar: Berqa çayı, Min bərəkət halal nemət, Jale şirələri, Ülker ticarət markası. Geç o işgalar gözdə. Otur. Bak keç tez elə, keç otur. Oturun da. Sizə arvad deyənin ağlı yoxdur. Arvad deyil, sizi boş işlərlə məşğulsunuz. Artıq maraqlanın ki, dünən nə oldu da? Bir soruşun, mən də danışım da. Sizə demişdim də, bu Saadətin aktrisalığının axırı pis olacaq. Demişdim. İndi də könlünə nə düşür? Sevinç, bax, düzünü deyim. Bacı kimi həyatında bircə dəfə və birinci dəfə kişiliyini göstər, düzünü de. Kişiliyi elə. O ki, mən hərdən belə evdə oxuyuram, öz-özümə belə mahnılar oxuyuram da, mən. Bax, düzünü deyim. Səsim xoşuna gəlir. Əlbəttə Saadət. Əlbəttə. Görmürsə, səhər və mahnı oxuyanda mən başımı götürüb evdən qaçıram. Sevincimi başqalarına bölüşmək üçün. Başım xərab olub Saadət. Sənin səsin var ümumiyyətlə. Sən mahnı oxuyanda biləm ki, üst qonşu genə dirələn iş görür. Sən ağzı açıb mahnı oxuyanda biləm ki, o qapımızın ağzında kətdə alıgöz inək var idi ya. O mu öldü? Saadət. Həyatımda bircə dəfə səndən kişi kimi düzünü deməyinə xahiş elədim. O da daha başa düşmədim ki, kişilikdən sənə nə olsun ki, şalvar geyinsən. Sən bir bax, nə həkim, nə polis, nə menecer, nə mühəndis, imenli müğənni. Zamanın tələbini tutub. Bu Saadətin beyninə bir şey düşdü ya. Axırına çıxmayınca heç cür sakit olan deyir. Hətta yuxuda da müğənni kimi özünü təsəvvür eləyir. Gönüller vəsfini arzular, adıma nəğmələr yazılar. Məni bir gözəllik məhəbbət, səadət, səadət, səadət. Nə gözəl performans. Mən hə deyirəm, mən bəli deyirəm, mən yaxşı deyirəm, mən əla deyirəm, mən şamplena deyirəm, mən prosta şampliko deyirəm. Bacıları razı oldu. Az hardan? Bacıları razı deyirlər. Xüsusən də ki, xoşbəxt. Aslında ben aç. Sən əllərin niyə olmadı? Qoydum ki, özüm açaram. Saadət, əgər mən bir gün eşitsəm ki, sən müğənni olmaq istəyirsən, bacı qurban, sənin o başını qırtdırıb, Mariflə bir yerdə həyatın ortasında sən klipini çəkəcəm. Əgər ürəkdə istək varsa, ona heç kim, heç nə eləyə bilməz. Mən bu gecə arzu elədim ki, müğənni olum. Yatdım, yuxuda da gördüm. Başa düşürsünüz, bu mənə bir işarədir. Saadət! Bütün gecəni o cır-cır səsi ilə oxudu. Yata bildiniz bəyən? Gözlərimiz qıpqırmızı deyə. Məni allatmaq olar. Heç kim yatmadı. Hətta plastik pəncərə də buna dözmədi. Xoşbəxt az qalıb o gecə qazla onu boğacaqdı. Bildiniz? Bilməzsiniz. Yatınız fil qulağında. Səadət! Səslənəm səni. Səadət, səslənəm səni. Gülümü yazılar, Saadət, ışıqlar keçdi, qorxma qadasını alım. Qazın böyründə spiçka var, şam da var aşağıda. Götür onu yandır. Əzəlamızdır, şam ışığında oxumağın ayrı ləzzəti var.
cəhalət mahnısını. Oxu. Oxu. Səadət. Deyəsən boğuldu. İnşallah səsi tamam kəsin. O gecədən sonra, o dəhşətli gecədən sonra, dünənki gecədən sonra hamı səhər yoxulayır. Marşadan başqa. Sabahınız xeyir. Hələ bunun şortiklə bax. Heveslendik bir gün geldik çıktık Biz üç bacı büyük şehre Burada çoxlu yeni dostlar tapdık Ümidlendik aydın seher Sevinç tecrübe esir Yemek xoşbəxtin məhrizi Bir komşuların da her biri Səadət səhnə dərsidir Çöldə, işdə, evdə, firavanıq hər məqamda Biz çox mehribanıq qonşularla xoşbəxt dolanırıq Evdə yola getməsək də biz iş bacılar Bax, hər kəs bunu bilir hər tərəfdən min bir söhbət gedir Kimsə təsdir, kimsə yola gedir Baxın sevin gülün gəldik iş bacılar Yaxşı, oldu. Gələrəm danışarıq. Sağ ol. Salam. Salam. Fuad Behqani. Buyurun. Minnətdarım. Fude. Dostlarım mənə Fude deyəcəm. Prodüser mərkəzi. Zəng eləmişdim sizə. Artıq bilirsiniz ki, nə barədə danışacağıq. Mənə bir nəfəri raskrutka eləmək lazımdır. Yəni, müğənni olmalıdır. Siz onun sponsorusunuz. O mənim sevdiyim şəxsdir. Demək olar ki, mənim ailəmdir. Mən onun sponsoru deyiləm sadəcə. Bütün xərcləri mən ödəyəcəyəm. İndi də elə həmən xərclərdən danışacağım. Okey, olsun, olsun. Misal bəy, nərdlə aranız necə? Nerede? Yox, mən nerd oynaya bilmirəm. Amma Elə mən də oynaya bilmirəm. Burada icazə olar. mənə olar. Axşam. Ehtiyac yoxdur. Götür. Buyurun. Siz zaten. Baş üstə. Misal bəy. Bizim gördüyümüz işlərin məbləği pənç qoşa. Biri. Ha, Allah Allah. Pənc qoşa. Pənc qoşa. Pənc qoşa deməli sizin təkcə xidmətlərinizdir. Elədir. Mənim bu oyundan bir balaca anlayışım var. Siz deyəndə frayer deyilmi? Amma onu da bilirəm ki, ilk əldən pənc qoşa atırsınızsa, deməli zər tutursunuz. Elə eləməyin ki, stəkanla atırıq. İlk tanışdığımızda nəyə lazımdır? Gəlin bir-birimizi incitməyək. Götürün tezdən atın. Atın. Olar. Olar. Cahar.
Fuat bəy, Fude. Fude. Siz bilirsiniz ki, nerede oynayanlar indi çoxdur. Yəqin ki, istəmirsiniz ki, mən də gedim başqa adamla nerede oynayım. Elə oynuyoruz da özümüz üçün. Gəlin bir-birimizi incitməyək. Elə eləməyin ki, mən 2 Mars verib tası bitirim. İcazə verin, mən atım. Du, pənc. Misal Bey, Dulpenç oraya gitmir. Çünkü oraları ben tutmuşum. Ben böyük işler görürüm. Rəqsanədən tutmuş, Kur'an'ın kimi. Nə böyük məndə. Yaxşı. Hanı zər. Buyurun. Sələr, Allah xeyir versin. Allah xeyir versin. Samire, bu nədir? Sən dinozavr parodiyəliysən, yoxsa paxotkan belədir? Uyandınız. Mən də sizə mane olmamağı məşq eləyirdim. Uyandınız, yox, uyanmamışam. Hələ yuxudayam. Əgər o qumlu sahildə bu yeşil kravat var idi, dənizin kənarına qoyub klip çəkirlər ha. O kravatdan burada yoxdursa, deməli mən oyanmışam da. Samire, sən mənim ortancıl bacım Səadət tanırsan? Allah onun cəzasını versin. Kişi qızı kimlərə versin. Ay yo, yazıqdır axı. Nə olur ki? Dünən bütün gecəni yatmamışam. Səsi batmış Səadət, sabaha kimi hamamda oxuyub. Səadət, Səadət, Səadət. Qulağımdan ancaq Səadət çıxır. Keçmiş olsun. Allah səbir versin. Nə istəyirəm bu sözü tezliklə eşidəm. Amma yerində. Nəysə, geç cəmaatı yola salam. İzinlərinə də yalandan gül. Misal Bey, size bir neçə sual verim. Buyurun. Sizin hanımınız Bəli. hansı kanallarda Raskolnikov olmaq istəyir? Bütün yerli kanallarda və radiolarda. İlk konsertini də bizim kafedə təşkil eləmək istəyirəm hələlik, amma xüsusi qonaqlarla. Misal Bey, mən elə başa düşürəm ki, şeş qoşa. İntuisiya mənə deyir ki, mən bugün 10 dəfə şeş qoşa atacağım. 60.000 manat? 10 şeş qoşa, tası bitirilir. Fude. Siz ümumiyyətlə du bir atırsunuz. Əlbəttə, biz də insan. Niyə atmayaq? Əgər görünüşü, səsi varsa, biz du bir də atırıq. Biz də insan. Kısaca, sizin müğənnimizin səsi var. Qəti. Misal Bey, sizə nərt kömək edir. Nədir? Loto. Oh, 90. Ben artık yoxum. 90, hə? Bəli. Vüsal bəy, sizin də səsiniz pis deyil. Əgər lazım olsa, müraciət edə bilərsiniz. Sizin müğənnimizin aktrisalıq bacarığı var. Qətiyyən. Neyse, davay. İnandırıram ki, siz utdunuz. Okey. Hamısını hesablayıb mənə göndərirsiniz. Mən xaricdə olacağım. Mən gələnə hər şey hazır olmalıdır. Bütün hər yerdə və hamı bu barədə danışmalıdır. Oldu? Okey. Mən indi
öz adamı ona göndərərəm. Kısaca siz qısqancısınız. Həm də çox. Narahat olmayın, onu da həll edərik. Səadət, səadət, səslərəm səni, səslərəm, səadət, səadət, səslərəm səni. Ya könüllər qəlbimi arzular, arzular. Tez ile bura gel görüm. Tez. tez. Biraz yürek ol. Hı. Götür bunu. Geç oyuna. Fırlan. 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 O bəs fırlandı, başka fırlandı. Bu sen sumkandı. Reddele onu oradan. Tez ile. Özün de geç oyuna. Bu paduşkan da yana. Belə. Tak, mən sizlə görən kimi sıraza bildim ki, show biznesizlik deyil. Siz məni görən kimi şoka düşməliydiniz. Bu nə saçdır? Sizin saçınız gərək super prическа olmalıydı. Paltarınızın içi o bugünlük edə bilər. Petliçkanın hanı qulağından belə asılmalıydı petliçka ya da əlində bir mikrofon olmalıydı. Heç nə yoxdur. Ona görə də sən show bizneslik deyilsən. Amma niço, gərək sən belə eləyərdin. Qapını açan kimi deməliydin ki, o üzr istəyirəm. Mən əynimi dəyişməmişəm, ev paltarındayım, indi oyanmışam yuxudan. Aydındır? Salam. Tak, sumkamı ver bura. Sumkamı. Özünkülü yox, mənimkini, onu rədd elə buradan. Keç oyunu, keç. Deməli, məni bura Vüsal göndərib, yine bizim mərkəzə gəlmişdi. Mənə dedi ki, mən sizi müğənni Librasqurutqa eləməliyəm. Kstati, Vüsal nəyinizdir? Mən sevdiyim, məni sevən oğlan. Ay qız, mənim neyimə lazım, o səni sevir, kim səni sevir? Mən soruşuram ki, Vüsal sizin nəyinizdir? Yəni, mən bilmək istəyirəm, sizə pul xərcləyən, Rasqurutqa eləmək istəyən adam, yoxsa sponsor? İkisi də eyni şey deyil ki. Mərdan, mən bilirəm. Baksel hər yerdə tutur. Amma mən səni tuta bilmirəm. Mən də. Baş sponsor Baksel. Stop. 2 dəqiqə pas verin. Bugün çəkilməyə əhvalım yoxdur da. Niyə? 2 dəqiqə stop. Abadoktan birini seçsin. Qulum özü seçsin da. Mən Amadok seçənəm. Hə, bir dənə bir çayından gətir Timzaliyə. Hər dəqiqə. Ülviyyədən sonra sən, sonra mənəm də. Nə qədər şədadır bu? Timzaliyə xanım özü seçsin. Burada seçməyə nə var ki, məncə bu. Hə? Tortu gətir qoy bura. Necədir? Əladır. Sponsor Berqa çayı. Onu başlayaq, uzatdıq, başlayaq, tez ol. Deyəsən, əhvalın dəyişdi axı. Sponsorlar: Min Bərəkət Halal Nemət, Jalə Şirələri, Ülkər Ticarət Markası. Oy boşum, ay Vüsal gör kimə pul xərcləyir. Fırlanın. Amma biraz zirək fırlan. İndi o yana git. Mən sağ sol bilmirəm, əllərimə bax. O yana. İndi qayıt bu yana. Bu yana qayıt. Belə? Yo, elə düz get. Hələlik düz get, sonra əyri gedərsən, düz get. Malades, dayan. Alınmadı. Alınmır, otur. Yerişim pisdir. Pollarınız tak eləyir. Mütləq evi dəyişmək lazımdır. Sizin bir tanış rəfiqəniz var.
Yəni villası belə olsun, yaxşı ev olsun ki, orada. Yəni biz sırasında da məlumat verəcəyik hər yerə ki, güya bu sizin evinizdir və çəkilişləri orada eləyəcəyik. Mən bunların hamısını başa düşdüm. Amma onlar biz işlə bağlı da danışaq. Mahnılar, konsertlər, Ay qız bir dəqiqə deyəm, mən başa düşə bilmədim. Sən qastrollara gedib konsert vermək istəyirsən, yoxsa müğənni olmaq istəyirsən? Daha doğrusu müğənni olmaq istəyirsiniz, yoxsa müğənni? İkisi eyni şey deyil. Əlbəttə ki, eyni şey deyil. Konsertlərə getmək, gastrola getmək, konsert vermək bu qaldı ötən əsrdə. Brejnevin vaxtında. Brejnevi tanıyırsan da, Leonid İliç Brejnev. Вот. Həmin dövrdə qaldı. Bir də ki, siz nə Zeynəb xanlar vasınız, nə Madonnasınız, nə Pelesiz, nə Mike Tysonsınız, siz heç kimsiz. Prosta elə belə bir mahnı yazdırırıq, sizi raskrutka eləyirik, qutardı, getdi. Səni çıxardıran verilişlərə, saç yolursan, onlar səni yolur, sən onları yolursan, qutardı, getdi. Adın nədir? Səadət. Bu adı sizə kim qoyub? Fərman. O kimin? O pasport stolda işləyir. Sənə bir ad tapmalıyıq, tak. Saadət belə qəribə ad deyə, belə şadlıq saraylarına oxşayır. Son vaxtlar belə tez-tez işlənir reklamlarda, Saadət, Şadlıq sarayı. Nəsə sizin adınızı dəyişmək lazımdır. Bəlkə Saadət Joker qoyaq. Və yaxud Megastar Saadət, İndividual Star Saadət, Mobil Saadət, Vağzalı Saadət. Tapdım. Sada. Bax, bu adla partladırıq səni. Sada. Sada. Üzr sən adınız necədir? Mənim adım Bəşəriyyət. Bu adı sizə kim qoyub? Fərman. Fərman kimdir? Pasportunuzda. Oy, Maşinka. Hara gedir Maşinka? Привет, Xədicə. Xeyr ola belə bəzənib düzənmisən. Günün gün orta çağı. Hara gedirsən? Nəsə yuxum pozulub, gedirəm psixoloqun yanına. Yuxu pozular da. Bəlkə aptekdən bir yuxu dərmanı alasan özünə. Yox, sənə yuxu dərmanı kar eləməz. Psixoloqa gedirsən? Nə? Seansı neçədir? Bu inkompetentli sualdır. Nə dedim ki? Dedim psixoloqun seansı neçədir də? İt qız it. Mədəniyyətsiz etikası, bunun şortikına, bunun ayaqqabılarına bax bir. Neysə. Bizim o məhəlləmizin gözəlçəsi, Səadətdən xəbəriniz var? Müğənni olmaq istəyir də. Demişdim adı sizə. Yaxşı bir dənə prodüser tapıb özünə ki, onu raskrutka eləsin. Az müğənni adını lap ucuzlaşdırıblar. Zamanlarda, sevinçli mergamlarda, ben keder uzak olan, hoşbəxt olduğum zamanlarda, derdine acı, şirin ve acı, bizlerle olmaz. Hoşbəxt olarıq biz, çox olsa sevincimiz. Gel. Uşlar bakın bana. Osmanlı kır. Bu vakit uşağında öyle hozu. Çok xahiş edirəm, biraz sakit kafemizdə yatan var. Sen basın kalın. Buraya yiyişsiz söndürür. Ne dans? Üzr istəyirəm, amma mən başa düşə bilmirəm siz nə danışırsınız. Siz Azərbaycan dilində danışa bilirsiniz? Danışmağını danışıram, amma biz əslində bura iş görüşməsi üçün gəlmişik. Amma təəssüf ki, mən də onu başa düşmürəm. Bir hozu. Orada hozu. Sen ne yedin? Bir dakika. Söş. Ha söş. Sen. Şif. Ha söş.
Asış! Xahiş edirəm, dedim axı. Yatır axı. Olsun. Basız xan. Bu sivalar işim gücüm qıtam. Sizdən artıq dərəcədə xahiş edirəm, biraz sakit danışın. Bax, bu xanımla heç müdürü də belə danışa bilmir. Siz müdür mən Sədrəddin. Başqa. Asış! Asış! Təyyarədə telefonunu söndürdü. Ha? Ankara'da mənə salam deyirsən. Söz. Sədrəddin mənim, siz də buradasınız. Söz, sağ. Seni bu işe görüş olsun. Bir başa düşmür. Söz. Söz. Asış! Asış! Tak, əsas məsələ sənət adamlarının gözünə girməkdir. Üzr istəyirəm, tələsmində çatdırmıram. Siz imla yazırsınız. Deməli, sənət adamlarının gözünə girməkdir. Yəni, risovqalıq eləmək lazımdır. Telefonunuz hansındandır? iPhone 7s. 7s? Bu elə çıxmıyor bax. Vay baxın. Super. Bax. Cəmi bircə saatdır mən sizinlə məşğul olmuşam. Artıq sizdə irəliləyiş var. Görsən də mən elə belə prodüser deyiləm ha. Maneralarınızdan, danışıq maneralarınızdan görürəm. Ну ладно, yaxşı, çox tərifləmə məni. Deməli belə, keçək əsas məsələyə. Sizin əyninizdə paltar olmalıdır, amma açıq-saçıq. Xahiş edirəm, gedib onu öz müğənnilərinizə deyin, açıq-saçıq geyinsinlər. Bugün mənə deyirsiniz, açıq-saçıq geyin, sabah deyəcəksiniz ki, gedib plaşda şəkillər çəkdir, sonra o şəkilləri yayarıq, sonra belə paraşa buraxarıq ki, belə deyirlər axı indi, ki, Gödisdən oğruyublar o şəkilləri. Ну ладно, uspokойся. Çox işlənmiş, iyrənc variantlardır. Başa düşdüm, sən axı konsert verib, müğənni olmaq istəyirsən. Bəli. Amma başa düşsən, bizə qalmaqal mütləq lazımdır. Odur ki, mən belə təklif eləyirəm ki, siz maşınla Zamiqi vurursunuz və gündəmə düşürsünüz. Və 5000 onu veririk, qutardı ki. Salam xanım. Salam xanım. Salam xanım. Xanım salam. Xanım. Nə olur? Sveci tortunuz var? Nə qışqırırsan? Bəlkə bir yatan var. Başa düşmədim. Bura yataqxanadır yoxsa şirniyyat dükanı? Ay qız, bu dükan mənimdir. Mənim sözüm mənası başa düşürsən? Yəni mənim, şəxsi, mənə aid, mənə məxsus. Bu dükan mənə görə var. Sabah eşitsən ki, bu dükanı mən zoopark eləmişəm, heç təəccüblənmə. Başa düşdün? Sabah niyə ki? Elə indidən buranı zorpark eləmişsiniz axı. Sizə banan verə bilərəm. Nə? Banan? Hörmətli müştəri, mən banan yemirəm. Bananı apar öz meymununa ver. Mən şirəm, şirdə ət yiyir. Samirə! Samirə, keç qapını bağla. Şirin könlünə ət düşübdür. İndi şir bu əti elə dağıtıb qoparsın ki. Aha! Necə sevindim. Abedim deyəsən 2 günlükdür. Duz gətir. Mən indi bunların ikisini də birdən... Sakit. Mənə bax. Sakitləş. Keç otur. Otur, xoşbəxt. Mən Zamiqi vururam. Nə ilə vururam? Maşınla. Nə danışırsınız? Zamiqin o boyda qız fanatları var. Hamısı mənə zəhləsi gedəcək. Gəl Üzeyri vurum. Onda hamı məni alqışlayacaq. Vallahi səni pul vermək də lazım deyil. Əgər ölkənin bəxti gətirirsə, səs tellərini də zədələyərik. Necədir? Sən müğənni olmaq istəyirsən, yoxsa qəhrəman? Müğənni. Odur ki, sən mütləq bir müğənnini vurmalısan. Deməli, Ələkramı vurursan. Kimi? Ələkram.
Əlikram. Əlikram. Bayramı. Bayramıdır. Olar. Vurursan ona da 1200 veririk belə. Bəlkə ondan alırıq. Yox, veririk ona da alırıq. Bir də şey var. Deməli sən bir tanınmamış bir müğənniyə söz atırsan, mən də həmin o müğənnini qızışdıram sənin üstünə. Hardasa 1-2 ay, hətta mən sənin ki bir 3 ay gündəmdə qalırsan. Yaxşı. Bəlkə Rasim Balayevə də söz atım. Deyim ki, o müğənni deyil. Rasim Balayev axı deyəsən aktördür. O Babəklə Nəsimi. Hə də. Üstəlik hələ beyrəyi də qatarıq ora. Məsələ belə dərinə getsə daqqazat eləməyə nə var ki? Onsuz bir dənə də olsun mahnısı yoxdur. Əlavə olaraq istəsən Aygünə də söz ataram. Sən kənddən gəlmisən? Bəli. Kənddən gəlmişəm. Kənddən, hə? Demək, inək sağmaq, o Marianna corab, belə, hə? Salam Mərdan! Sağ ol Xoşbəxt. Ben o həyasızı bilsən neyniyərdim? Qurban olsun sənə. Onu indi mən yoluşturmuşdum, 2 yerə bölmüşdüm, qoymuşdum YouTube'a. Bilsən nə qədər like almışdım? Yaxşı da Xoşbəxtlər. Necəyəcəkdin? Uzaq başı qovacaqdın, ya da soruqu keçmişdi, tortlardan birini vuracaqdın üstüne. Sən əsas hirsləndirən onu mən qucaqlamaq olur, hə? Qucaqlamağı məni hissləndirdi. Lap istəyib götür onu kreylə özünə yapışdır. Ya iğnəylə özünə tik. Heç mənim vecimə də deyil. İstəyirsən lap siyamiski pişik olun. Ya nə bilim siyamisk olun. Məni əsəbləşdirib biləmir. Prosta onun mənə dediyi söz mənə əsəbləşdirdik. Sənə banan verim. Mənə yarım banan versin. Doğrudan əsəbisən, sən gözlərində qızarıb. Gözlərim yoxsuzluğun qızarıb. Mərdə neçə gündə yatmıram. Nə evdə yata bilirəm, nə dükkanda yata bilirəm. O səsi batmış Səadət yoxdur. İndi müğənni olmaq istəyir. Bütün günü mən başımı xarab eləyib. Kim, Səadət? Hətta yox, mən olmayacağım ki, Səadət deyirəm də. Bəlkə elə prodüseri də var. Hə, var da, prodüser. А она на это пронести самы. Əsəbləşmə Xoşbəxt. Elə səbiyəm ki, yaxşı budur ki, mən gedim evdə istirahət edeyim. Sən dur get evinizə, işinizə. Sağ ol ki, amma gəldin yenə mənə sakitləşdirdin. Əlindən heç nə gəlməsə də sakitləşdirməyi bacarırsan. Hə, mənim evdə itim var. Həmişə o hürəndə onu sakitləşdirirəm. Elə işləri bacarırım. Nəyin var? Hə, it yox. Samirə! Samirə! Oradan duz gətir, könlümə ət düşdü. Samira xanım, lazım, tort varsa tort. Duz da lazımdır. Samirə, mənə qulaq as. Deyirəm oradan mənə duz gətir, duz. Tort məsələ yapma. Ha söz! Söz! Zıvı kişilerine. Acan? Bu sevri kepenek Şif. Bağışlayın mənim. Olanım budur vallahi. Geçti oldu. Sevşiv kepeleri kuşlarına kalan ne? Geçti ne kadar ne? Ne kadar? Ne karanlık? Ne karanlık? Nağara. Nağara. Yox, bağışlayın, bizdə ancaq həzin musiqilər səslənir. Şif.
Şüphem. Ah, şey. Köpürmək. Ha? Siz əgər yüksək səsli ifaçı axtarırsınızsa, yoxdur. Düzdür, Bilal Əliyev hərdən bir bizim kafeyə gəlir, amma indi o da qastroldadır. Əgər burada olsaydı, xahiş eləyərdik kömək əlini, daha doğrusu kömək səsini uzadart. Gərək bağışlayasınız. Odur ki, aldatmayaq bir-birimizi. Şüphem. Ozu! Söz! 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 Ay kız ne oldu süt? Aldım. Bu ne daha Samire? Ben sana demedim mi ki git təzə sağılmış inek sütü al gətir. Sen gidip ne alıp getiripsən? Ay xoşbəxt xanım, bu məhz təzə sağılmış inək südüdür və heç bir qatqısı yoxdur. Hardan bilirsən? Xoşbəxt xanım, keçən dəfə 10 dənə Atena südü aldım. Aha. Soyuducuya qoymaq yadımdan çıxdı. Səhərsi gün hamısı turşulmuşdu. Bilirsiniz niyə? Niyə? Çünki qatqısı yoxdur. Aa. Hətta bu südlərin sroku 28 gündür. Başqa südlərə baxanda aylarla deyil. Çox yaxşı. Onda apar bu südü isip müştərilərimizə verək. Nəyə baxsan, apar pişir də. Bir Saadət Saadət bilirəm, baksil hər yerdə tutur. Amma mən səni tuta bilmirəm. Yaxşı danış. Eşidirəm Saadət, eşidirəm. Baş sponsor Baksel. Günü... Günü neydi? Hadi seni sundur. Tamam. Sevinç. Axırıncıdır. Əhvalım o deyil, mənim. Sağ ol. Bir də senaryo verin. Murat. Kimdir? Ver. Paltarını ver. Onu demirəm. Sevinç axırıncıdır. Əhvalım dəyişdi. Çəkək. Motor. Sponsor Berqa çayı. Mən səhnə üçün doğulmuşam. Sağ ol. Var. Bravo. Sponsorlar Min Bərəkət Halal Nemət, Jale Şirələri, Ülkər Ticarət Markası. Pretty woman walking down the street. Pretty woman, kind of like to me. Pretty woman, I don't believe you. You're not the truth. No one could look as good as you. Mercy. Pretty woman, won't you pardon me? Pretty woman, I couldn't help but see. Pretty woman, and you look lovely as can be. Are you lonely just like me? Pretty woman. Az. Sevinç. Az dur git öz yerinde yat. Daha hiç olmuyor. Konak otağında da mı yatar? Hayır. Dur day kız. Az yaz geldi dur.
Ay özünsən. Deməli bu yaxda sən mən işin istəmişsən, hə? Prosta mən vicdanımsın. Dur. Dur, get yerinə. Salyut! Nə lüt? Yatmamısınız bacışkalar? Saat neçədir? Hardan gəlsən Saadət? Qudurmusan uje? Xoşbəxt, müğənnilik həyatı asan gəlməsin sənə. Bütün günü fotosessiyalar, çəkilişlər, studiyalar hamısı. Dəhşət, çox çətindir. Ola bilsin ki, birazdan işlərim ki başlayacaq. Daha gec gəldim evə. Bəlkə də vəbşə heç gəlmədim. İşlər çox olacaq. Nətə yəni gəlmədi? Sən nə danışırsan? Dəlisən? Yoxsa mənə dəli hesab eləyirsən? Yox, öz dediyin özün eşidirsən ki, nə deyirsən, özün anlayırsan? Nətə? Biz cəmaət və qonşular və biz Öz həyatımı xoşbəxt. Mən özüm qururam. Mən sənət namını eləyirəm bunların hamısını. Sənət də sözsüz ki, qurban tələb eləyir. Bildin? O qonşular deyirsən ha. Birazdan mən məşhur olandan sonra deyəcəklər ki, o həmin o dediyin qonşular. Mən müğənni Səadətin qonşusuyam. Özləm, bir söz deyim sizə. Siz paxıl adamlarsınız. Nə olsun ki bacımsınız? Sizin gözünüz məni götürmür. Götürmür də sizin gözünüz məndə. Paxıllığımı çəkirsiniz də. Yanına tökün. Of. Qısqananlar çatlasın, qısqananlar partlasın. Of. Saadət, biz ilk baxır. Aha. Biz sən paxıllığını çəkirik. Saadət, axırıncı dəfə deyirəm. Ya 8-dən gec gəlməyəcəksən evə, ya da ümumiyyətlə gəlməyəsən bu evə. Seçim sənin. Çox yaxşı. Əhva. Super. Mən gəlmirəm evə. Gəlməyəcəm. Gedirəm. Gedib oteldə qalaram. Sonra bir salona deyərəm. Yox. Vəbşə bir salona niyə deyirəm? Birazdan özüm qazanacam. Özümə ev də alacam. Hər şey alacam. Siz də qalın partiya, yana. Gözünüz götürmür məni. Mən də gedirəm. Belə ki, gedirəm. Öpürəm sizi. Sağ olun. Xudahafiz mənim paxıl bacılarım. Bəli, mikrofonu belə. Harada öyrədiblər sizə mikrofon tutmağı? Mən sənətə gələndən deyirəm ki, Rasim Balayev müğənni deyil, bir dənə də olsa mahnısı yoxdur, sübut elədim. İndi isə deyirəm ki, Aygün Kazımovanın 1 qram səsi yoxdur. Açığı mən şokdayım. Heç olmasa bir samballı adam bu sözü, bu fikirləri söyləsəydi deyərdim mən. Canım, mən sənətə, sənətlə gəlmişəm. Sənət, səadət, səviyyə söhbəti. Mənim qəlbim də hər zaman musiqi ilə döyünür. Mən sənətə gələndən sizlərə ərmağan etdiyim mahnı töhfələrimlə sizlərdə həvəs oyatmışamsa, demək ki, mən xoşbəxtəm. Bizləri bizlər edən sizlərsiniz. Sizlər olmasaydınız, bizlər də olmazdıq. O ki qaldım Aygünə, o səssiz, görünüşsüz bir qadındır. Bəli, sadəcə bir qadındır. Mən dağamsa, o dərədir. Mən heç onu tanımıram. Doğrudan da mən o insanı heç tanımıram. Amma məni elədi dərə, özünü isə elədi dağ. Deməli, çox qabağa gedəcəm. Amma unutmasın ki, qarşıda uçurumdur. Aha. Mənim qarşımda canım, uca zirvələrə qalxan yollar var. İşte, haçansa
o zirvələrdən yuvarlansam, həmin o uçurumda özümdən qabaq Aygünü görəcəyimə əminəm. Nə bilim, mən deyərdim, getsin, biraz fikirləşsin. Əgər müğənni olmaq istəyirsə, qoyun da normal qaydada, yəni mahnısı ilə, layihələri ilə, klipləri ilə və s. Yoxsa qalmaqalla və Aygünün reytinqdən istifadə edərək belə olmaz. Başqa da haçanda ona kömək lazım olsa, mən həmişə hazırım. Kömək? Kömək? Kömək! Okey, saç tak. Bu mənim ikinci villamda, mənim üçüncü villamda tikinti işləri gedir. Otiminlə orada mənə köməkçi lazımdır. Gəlib mənə kömək eləyə bilər. Canım, öpürüm. Biraz ayıb oldu elə bil. Niyə? Mən Aygünü xoşlayıram axı. Oy, какая ты наивная. Заткнись, молчи. Mən öz işimi bilirəm. Getdik. Getdik. Mən heç bilməzdim ki, vəziyyət bu dərəcədə pisdir. Evdən çıxmaq, başqa yerdə yaşamaq. Buyurun. Mən dedim axı, xoşbəxtin sözünə baxsın. Eyb yox, mən onun başını kəsim, o xoşbəxtin sözünə baxar. Vüsal bəy, başa düşmədim. Başını kəsim nədir? Başını kəsim. Zəhmət olmasa öz qılıncınızı qınınıza qoyun. İtdi qurtdu mənim bacımdır. Əzizəm, xahiş edirəm mübahisə eləməyəsiniz. Sizin hal-hazırdakı mübahisəniz heç də məqsədə yönlü deyil. Oturup problemi müzakirə eləmək lazımdır. Başa düşürsünüz, bu problemə bütün prizmalardan baxıb yeni konsepsiya yaratmaq lazımdır. Bağışlayıq xoşbəxt. Mən də başa düşdüm. Eyb yox, bir variant da var. Mən onun başını yox, pulunu kəsərəm. Uje bütün şəhərdə afişalar yapışdırıblar. Hə, Sadanın ilk solo konserti. Bizim kafede. Bizim kafede? Hə? Nə üçün? Başqa yerlərdə fonoqram oxumağa icazə vermirlər. Ona görə belə yerlərdən başlayır. Bizim kafedə fonoqramla oxumaq olar? Hə də. Səadət də canlı oxuya bilmir, hə? Onu oxuyur, sadəcə olaraq həmən günü gəlir şəhərdən köçəsən. Səadət bilir ki, kafedə fonoqram olacaq, elədir? Amma biletlər satılandan sonra konsert günü qəflətən qaydalar sərtləşsə, yəni fonoqramla oxumağa icazə verilməsə, nə olar sizcə? Tak, sən belə eləyirsən, musiqini elə möhtəşəm versən ki, elə belə fanfarını versən ki, belə bir konsert elə heç yanda olmayıb. Sən bu konsertləri niyə götürmürsən? Sən orada niyə eləyirsən? Tez elə də. Vaxt gedir axı. Bu şarları düzün bura. Eşidir, hə. Dayan. Eşidirsən musiqini yaxşı versən. Batdım, salın pulları battı. Axı niyə bu salın pulları batır? Bir sakit danış görək nə olub. Necə prodüsersən ki, bilmirsən? Bilmirəm, nə olub? Bugündən bu kafedə fonoqram oxumaq qəti qadağandır. Başa düşürsən, canlı oxumaq lazım. Məndən çox buyur. Kim sənə dedi bunu? Kimdir axı sən öz işin? Eşir, bax, görsən. Keç görüm. Tutdu bacılarımın ağlı, mən tutdu sırada qədə. Oldu. Narahat olmayın. Sağ olun. Sahib müəllim, Bəli. biraz problem çıxıb. Mən deyəsən oxuya bilməyəcəm konsertdən. Səsim batıb. O kinoda deyir, bəs kim oxuyacaq? Mən oxuyacağam. Mənim sesim var. Siz bilirsiniz ki, bugün bura kimlər gəlib? Siz bilirsiniz ki, bu qədər insan sizi ayaqüstə izləyəcək. Sizin o prodüser bütün biletləri satıb. Burada çoxlu jurnalist olacaq. Nə danışırsınız? Sizə bu işə görə
Hepsi atarlar. Ne danışırsın? Yumurta. Yumurta için. Sesini düzeltin. Düz bir saatten sonra səhnədəsiniz. Canlı ifa. Mən yumurta içməyi bacarmaram. Bacararsınız. Gedin. Bu nə gözəllik! Təyyarədən bu dəqiqə düşüb kimi, işdən kimi uçub gəldim. Yaxşı, mən gedim öz yerimi tutdum. Görüm hələ indiyə qədər nə eləmisən? Problem çıxıb Nə problemi? Məni pərt eləmə. Canım, inanın bari. Yaxşı, mən getdim. Görüşərik. Sana uğurlar. Sağ ol müəllim. Çox xahiş edirəm. Canlı. Hanımlar ve cənablar, hər birinizi bu möhtəşəm gecədə xoş gördük. Gəlin əvvəlcə DJ Qafqaza gürültülü bir alqış. Və beləliklə bu konsertin səbəbkarını bura dəvət eləmək istəyirəm. Azərbaycanın yepyeni ulduzu, Azərbaycanın yepyeni starı, öz gözəlliyiyle gözləri qamaşdıran, öz gözəl ifasıyla ürəkləri alovlandıran, alqışlarınızla Sada! Çox sağ olun. Bu mahnımı sizlərə ərmağan edirəm. Hər gecə, hər sabah səslərəm sən. Səadət! Bir dəqiqə dostlar. Çox xahiş edirəm. Bu Sada xanımın səhnəyə ilk addımlarıdır. İlk konsertidir. Gəlin alqışlayaq və Sada xanımı yenidən səhnəyə dəvət eləyək. Alqışlar Sada xanıma. Buyurun Sada. Her gece her sabah gözlerem seni, mavi üfük kimi önündeyim ben. Her gece her sabah gözlerem seni, mavi üfük kimi önündeyim ben. İzler güneş dolu gözlerim seni, her yerde her zaman seninleyim ben. Saadet, saadet, seslerim seni. Saadet, saadet, gözlerim seni. Gönüller vesfi arzular, adıma nəğmələr yazırlar. Məni bir güzellik məhəbbət. Saadet, saadet, saadet. Çox sağ ol. Çox sağ ol. Sağ ol. Ümidvaram ki, bu şou bir daha təkrarlanmayacaq. Mən bir də oxumayacağam. Əla. Yaxşı. Bəs siz də oxuya bilmirdiniz. Necə oldu ki oxudunuz? Kimsədir ki biz tək oxumuşuq? Bəs kim o? Kim? Kim oxuyub? Sizə kim kömək eləyib? Bax, bizə kömək eləyən bax, oydu.
heyecanlanma canım benim, ne olur. Bilirsən, Sadıçqam, canım mənim, sən mənə söz atanda, qalmaqal eləyəndə, mən bildim ki, bu sənin ideyan deyil. Nə qədər olmasa professional baxın. Bildim ki, buradan prodüser iyi gəlir. Necə deyərlər, havada prodüser kokusu var. Və minnətdarlığa qaldıqda isə, sən bacılarına minnətdar ol. Çünki onlar o qədər xahiş etdilər, o qədər inad etdilər ki, mən arxada durum və sənin yerini oxuyum. Düzü, əvvəl razılıq vermədim. Amma sonra onların sevgilərinin qarşısında dura bilmədim. Çok sağ ol. Oxuyan buydu. Çok sağ ol. Həm oydu, həm buydu. Ha, yeri gəlmişkən, mən bu yaxınlarda bir klip çəkdirirəm özümə. Mənə gözəl bir aktrisa lazımdır. Namizəd olsam, xəbər eləyərsiniz. Bağışlayın Aygün xanım. Bir daha üzr istəyirəm. Sevinç, bağışla məni. Gecələr səni yatmağa qoymurdum. Xoşbəxt, bağışla məni. Əgər yeməkdən imkanın olsa... Budurma. Mən bir də Aygün xanım sizdən dönə-dönə üzr istəyirəm. Bilirsiniz, mən yoldan çıxardan var idi. Bravo Sayda, bravo. Nəhayət mən zəhmətimin bəhrəsini gördüm. Bravo. Sən gördün mən necə prodüseram. Bravo. Yəni yoldan çıxardan prodüser. Yox, əksinə mən onu ulduz eləmişəm. Saadət xanım, bu tortu neyniyək? Onu xoşbəxt bilir. Teşekkür. Kəsək? Yox, yapışdıraq. Hara? Özü bilir. İdiot bax. Deyəsən biri az oldu axı. Opa Gangnam Style. Gangnam Style. Opa Gangnam Style. Gangnam Style. Opa Gangnam Style. Sexy lady. Opa Gangnam Style. Sexy lady. 성숙해 보이지만 볼 땐 노는 여자 이때다 싶으면 묶었던 머리 푸는 여자 가볍지만 웬만한 노출보다 야한 여자 그런 것